Azərbaycan nümayəndə heyəti Sülh Körpüsü dəyirmi masasında iştirak etmək üçün Ermənistana səfər edib. Heyət ölkəmizin Ermənistanla quru sərhədinin delimitasiya olunmuş hissəsindən keçərək səfər yerinə çatıb. Səfər çərçivəsində Azərbaycan nümayəndələri qarşı tərəf ilə görüşlər keçirərək regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. Dəyirmi masada siyasi, iqtisadi və humanitar sahələrdə birgə layihələr həyata keçirilməsi imkanları da müzakirə olunacaq. Tədbirin əsas məqsədi uzun müddətli sülhə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət etməkdir. Azərbaycan nümayəndə heyəti səfər müddətində həmçinin rəsmi görüşlərdə iştirak edəcək və bölgədə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq. Abdullayev var. Gülşen abi. Паспорт занят на нас. Güzel, ben bakın arkaya gidiyorum.